Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə Şuşada toy maketinin hazırlanmasını paylaşmaq istədim. Hər bir Azərbaycanlı kimi çoxumuzun ürəyində olan arzuları, xəyalları bacardığım qədər bu maketdə əks etdirmək istədim. Ümid edirəm sizlərin də ürəyincə olacaq. İlk olaraq başlayırıq gəlinimizdən. Hər zaman gəlinləri öncə bəzəməyə başlayırıq təbii ki. Və bunun üçün mən adi gəlincikdən istifadə elədim. Oyuncaq mağazalarından əldə edə bilərsiniz. Həm oğlan kuklanı, yəni bəy üçün, həm də gəlin üçün. Və belə əskər parçası lazım olacaq. Mən bunu paltar mağazasından əldə elədim. Belə deyim, 30-40 sm alsaz, yəni yarım metrdən az sizə kifayət eləyəcək. Sadəcə ondan az ölçünü bəzən dərzilər kəsmir, parça korlanır deyə çox kiçik hissə kəsmirlər. Yəni ən azı 30-40 sm götürə bilərsiniz. Gəlin üçün adi toy paltarı var idi. Həm dantelli, həm atlas üzərində işlənmiş. Ondan istifadə eləyəcəm. Hətta türü də çox gözəl olduğuna görə gəlinimizin paltarında elə tür kimi istifadə eləyəcəm. Yoxdursa adi güpürdən, ağ parçadan hazırlaya bilərsiniz. Fərqi yoxdur. Öz zövqünüzə uyğun formada gəlinlik hazırlamaq olar. Bəzi hissələrdə qabarıqlıq qalır, yəni kleylə nə qədər sərgəli kleyləsək də ona görə tikmək daha məsləhətdir. Yenə də seçim sizin, hətta gəlinliyin özündə tikə bilərsiniz, yəni bütün hissələrini. Mən bəzilərini kleylə yapışdırıb, bəzilərini tikəcəm. Bu tül orqanza deyil, paltarın öz şifon tülüdür. İstəsəz adi orqanzadan istifadə eləmək olar. Yəni bunu gəlinimiz daha gözəl qabarıq görünməsi üçün, gəlin paltarımız daha doğrusu, daha qabarıq görünməsi üçün tikirəm və bu model paltarları elə özüm də çox sevirəm. Demək olar ki, yəni istədiyim formada gəlinlik hazırladım. Qolları uzun formada seçdim. Yenə deyirəm, hər hansı bir gəlinlik xoşunuza gəlirsə, zövqünüzə uyğundursa, seçib o modeli hazırlaya bilərsiniz.
Qol hissələrdə, biləklikdə belə mirvari doladım. Qaşda yapışdırmaq olar, yaxud sadə ağ parça, dantel tüldən də istifadə edə bilərsiniz. Tac üçün əlimdə belə broş var. Onun başlıq hissəsini istifadə eləyəcəm. Sallanan damlanı götürdüm və damla keçirilən dəmiri də qırdım ki, daha çox taca bənzəsin. Daha sonra isə gəlinimiz üçün fata hazırlayıram. Birinci əlimdə göstərdiyim bu orqanza parçadır. Səbətlərdə çox istifadə olunur. Digəri isə şifondur. Yəni bir-birinə oxşasalar da material fərqləri var. Əlinizdə tülə bənzər nə varsa fata kimi istifadə eləmək olar, fərqi yoxdur. Görüntü əsas gözəl olsun, istədiyiniz görünüşü əldə edə biləsiniz. Burada yəni mənim hazırladığım kimi hazırlamaq şərt deyil. Hər zaman videolarımda qeyd eləyirəm. Hər formanı göstərməyə çalışıram ki, əlinizdə olan materialdan videoma baxıb yararlana biləsiniz. Yəni video xətrinə paylaşmıram ki, kiminsə işinə yarasın, siz də hazırlaya biləsiniz. Ona görə əlimdə olan bütün seçimləri ya göstərirəm. Əgər o material əlimdə yoxdursa da deməyə çalışıram ki, bunun əvəzinə nə istifadə eləmək olar. Bəzən izləyicilərim soruşur ki, səbirsiz izləyicilərim belə deyək, burada necə istifadə eləmisiniz və yaxud hardan almısınız? Düzdür, videolarda unuduram qeyd eləməyi, bu da olur. Amma sonra baxıram videoya ki, hər hissəni, ölçünü qeyd eləmişəm. Sadəcə səbirsiz olduqlarına görə videonu ya sürətli baxıblar, ya heç baxmayıblar. Sadəcə ön izləməyə, 15 saniyəlik izləməyə baxıb rəy bildirirlər. Həqiqətən vaxtım olmur, yoxsa yenə cavablandırardım. Düzdür, mənim videoma əməyə hörmət olaraq sona qədər izlə. Əgər hazırlayacaqsınızsa sona qədər izləyin. Demirəm hər kəs baxsın. Kim hazırlayacaqsa baxa bilər. Amma yəni əgər hazırlayacaqsınızsa sona qədər izləyin zəhmət olmasa. Çünki həm zəhmət, əmək var, eyni zamanda yəni rəylərə həqiqətən gec baxa bilirəm. Çünki baş qarışıqdır. İndi evdə lap balaca körpə var. Onunla qaça-qaç necə videolar çəkdiyimi kamera arxası görsəz, bir səs yazmaq ayrı problem. Sakitçilik axtarmaq o yatanda, Yahyagilə deyirəm sakit durun ki, səs yazım. Bəzən arxa fonda səsləri gəlir, saxlamıram video səs yazmasını. Yəni hamısı həqiqətən ayrıca əziyyət tələb eləyir. Səbət ya maket hazırlamaq ayrı bir vaxt tələb eləyir, onun videosunu çəkmək. Bəzən baxıram ki, əlim videoya düşməyib, hətta belə bir rəy yazmışdı izləyicilərdən biri. Ancaq əllərini göstərib. Səhv eləmirəmsə belə yazmışdı. Yəni həqiqətən həm kameraya nəzarət eləyib, həm belə incə maketlər hazırlamaq çox çətindir. Çünki bir də baxıram ki, kamera əlim kənarda qalıb, heç düşməyib çəkilişə. Bu da olur. Yəni ya elə vaxt olub ki, videonu çəkmişəm, heç kameranın çəkilişə başlamayıb. O da olub 10 dəqiqəlik video. Yəni hazırlamışam, bitib. Ona görə short videosunu paylaşmışam, daha qısa videosunu. Yəni belə şikayət eləmək istəmirəm, amma həqiqətən həm video çəkmək, balaca uşaqla səssizliyi təmin eləmək, eyni zamanda səbəti maketi hazırlamaq biraz çətindir və vaxt aparır. Ona görə sona qədər izləyib, daha sonra rəy yazsaz, sual versəz daha yaxşı olar. Cavablandırmağa biraz vaxt olmur. Yaxud da ki, dediyim kimi əməyə hörmət olaraq, əgər hazırlayacaqsınızsa videonu sona qədər izləyin. Əskər geyimimizi bu formada tikdim. Özünüz başqa modellər axtara bilərsiniz. Paqon çiyinlik hissələrdə fərq olur, bəzən kəmər hissələrdə. İstəsəz özünüz hətta milli rütbəli başqa rütbələr də hazırlaya bilərsiniz, milli geyimlər. Müxtəlif əskər parçaları var idi, 2-3 seçim var idi. Mən bunu seçdim. Biraz tünd seçimdə var idi və bir də kiçik, daha işləməli, üstündə də damaq kretkalar var idi. Yəni bunu daha çox bəyəndim, fərqi yoxdur. Ətək hissələri
tikə də bilərsiniz, qatdalaya da bilərsiniz. Mən kleydən istifadə edirəm kiçik hissələrdə. İnşallah növbəti videolarımda vaxt çatdıra bilsəm, Yəhya məndən əskər geyimi istəyib. Elə hazırlayıb burada paylaşacağam ki, analar hazırlamaq istəsə videomdan yararlana bilsin. Sadəcə bu aralar Zəfər bayramı öncəsi sifariş çox olduğuna görə çatdırıb paylaşa bilmirəm, hazırlaya bilmirəm. İzləyicilərimiz başqa maketlər istəyir, Instagram üzərindən istəklərini bildirir. Həqiqətən biraz vaxt azdır, sifariş çoxdur. Dediyim kimi evdə balacam var. Allah bütün övladları qorusun. Qollarda ətək hissədə qatlanma formasını vermək üçün bir dəfə içərdən yapışdırdım. Daha sonra kənara doğru kleylədikdə baxın bu cür qatlanmış forma olur və səliqəli görünür. Mən belə adi bağdan istifadə eləyəcəm. Ayaqqabı bağıdır. Paltarın rənginə uyğun olduğu üçün sadə qara lentdən də istifadə eləmək olar. Və qara keçədən kəmər hissəni hazırlayacağam. İndi isə masanı hazırlamağa başlayırıq. Belə çöp şişlər var əlimdə. Qida üçün nəzərdə tutulub marketlərdən əldə edə bilərsiniz. Künc formada birləşdirib ayaq formasını əldə edəcəm. İstəsəz adi silindrik çubuqlardan da istifadə eləmək olar və yaxud da belə bir seçim deyim sizə. Ağ kağızı rulon formasında büküb silindrik ayaq görünüşü də əldə eləmək olar. Fərqi yoxdur. Son olaraq iplə həm masanı bərkidirəm, həm ayaqları masaya bərkidəcəm. Yəni belə olduqda daha möhkəm olur deyə düşünürəm. Masamızın üzərinə
örtük, süfrə sərmək üçün bu formada parçam var. Mən belə kiçik hissələri pərdə yerindən əldə eləmişdim. Yəni bir neçə müxtəlif kiçik hissələr var idi və pərdə dekorudur bu, fondu. Elə onu stolumuzda süfrə kimi istifadə edəcəm. Görünüşünü çox sevirəm. İstəsəz süfrəni sadə formada da saxlamaq olar. Biraz orta hissəyə qırış görüntüsü verdim və belə kiçik qablar almışam. Bunu da oyuncaq yerindən əldə elədim. Amma rəngləri sarıdır, boyayacam. Saxsı formasını əldə etmək istəyirəm. İki rəng qəhvəyi tonları var. Hansını istəsəz istifadə edə bilərsiniz. Mən daha açıq rəngi saxsıya uyğun seçdim qab üçün. Bu formada boyayıb qurudandan sonra masaya yerləşdirəcəm, yəni yapışdıracam. İndi isə gəlinimiz üçün buket hazırlayırıq. Əsas məsələ və buket üçün bacardığınız qədər kiçik güllər seçin. Hətta gipsafirdən də hazır əsas gözəl görünər. Gəlinimizin buketi hazır olandan sonra nişan podnusunu hazırlamağa başlayıram. Və bu formada güzgüm var. Böyük güzgüdən kəsib götürdüm. Əlimdə amma arsiteklu güzgü olmalıdır. Yəni bildiyiniz güzgü kəsilmir. Nişan material, səbətlərində istifadə olunan materialda güzgüdür. Olmasa hər hansı bir pudra və yaxud da kosmetika qabından götürə bilərsiniz. Belə miniatür çaynikim var və halqalarım var. Bu halqaları qolbaqlarda, seplərdə son bağlayıcı kimi istifadə olunur. Mən üzük kimi istifadə edəcəm. Daha sonra Şuşa qalasının önünə xarı bülbülləri bu formada çapdan çıxardıb kəsib yapışdıracağım. Amma hamısını eyni istiqamətdə kəsməyin. 200'lü çıxardın ki, daha gözəl görünsün. Və Şuşa qalamızın ön hissəsinə tablo kimi, belə deyək, logo xarı bülbülü yerləşdirəcəm. Logo formasında. Digərləri canlı xarı bülbül formasındadır. Loqonu istəsəz səbət və yaxud da məktəbi mağazalarından əldə edə bilərsiniz. İstəsəz özünüz də hazırlaya bilərsiniz. İlk öncə atlıq hissə üçün qızılı əmək masakasını kəsirik. Daha sonra kağızdan kəsdiyiniz xarı bülbülləri hissələrə ayırın. Bunu çox geniş ona görə paylaşmadım ki, digər videolarımda göstərmişəm. Təkrar olmasın, videomuz çox uzanmasın, yetəri qədər uzundur. İndi isə Şuşa qalasına başlayıram. Mən hər zaman Şuşa qalasını kardondan və kiçik kərpiclər formasında hazırlayırdım. Bu dəfə daha kiçik dekor olduğuna görə penoplastdan hazırlayacağım. Bu hissəni boz saxladım və qalanın ön hissəsindəki çıxıntını da yapışdırıb boyuruq. Boz rəngi ağ və qaranı qarışdırıb bu formada əldə eləmişəm. Daha sonra kərpic görüntüsünü əldə etmək üçün mən payatnikdən istifadə edəcəm. Əlinizdə payatnik yoxdursa, adi bıçağı da qızdırıb kəsə bilərsiniz. Kiçik atyorkanı qızdırıb kəsə bilərsiniz. Bu zaman qaz peçinin yanında dayanın, tez-tez isidin, soyuduqca kəsməyəcək. Yəni hər iki formanı sınaya bilərsiniz. Qalanın yanındakı bürcləri boru kardondan hazırlayacağım. Əgər əlinizdə hazır boru yoxdursa, özünüz də adi kağızlı, biraz nazik kardonu bükə bilərsiniz. Və Şuşa sözünü də yenə penoplastdan kəsdim. İstəsəz bunu da kardondan kəsə bilərsiniz. Bürclərin üzərində kərpic görünüşü üçün ağ boyadan istifadə edəcəm.
Atlıq üçün 1 sm-lik taxtadan istifadə elədim. Ölçüləri 60 sm uzunluğu və 35 sm enindədir. Və Şuşa qalasından əlavə bir də yarı sökülü bir bina təsəvvür eləyəcəm. Bəynəngəlin arxa hissəsində, yəni həm keçid formasında, yəni keçmişdən işğaldan azad olduqdan sonra bərpa olan Şuşa qalasına keçid kimi maketi hazırladım. Yəni bəyimizi də ona görə əsgər geyimində yarım qalan, yəni toylarımızı inşallah Şuşada tamamlayacaq ümidi ilə. Bu keçələri yapışdırmaqda məqsədim bəzən uçulmuş binalarda üz qabığında hissə-hissə qopmalar olur divarda, üz şpaklyovka deyək, yaxud üzünün sıvağında qopmalar olur. O görüntünü əldə etmək üçün yapışdırdım. Bunu yapışdırmaya da bilərsiniz. Sadə kərpic formasında saxlamaq olar yəni. Daha sonra isə maketin üzərinə bir hissəsinə xalça, digərinə çəmənlik yapışdıracağam. İstəsəz bütün taxta üzərini ya xalça ya çəmən eyni material hazırlaya bilərsiniz. Və kiçik dekorlarımızı yerləşdirməyi zövqünüzə uyğun formada sizə buraxıram. Necə istəyirsiniz elə yapışdırın. Mən bu formada yapışdırmışam. Ümid eləyirəm sizlərin də ürəyincə olacaq. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.